Biz öz misyamızı yerine getirir. Düşmana layıklı cevap verir. Düşmanı cezalandırır. Düşman bizim karşımızda acizdir. Düşmanın belini kırırız. Kıracağız. Ateş! Zengilan bizimdir, Qarabağ bizimdir. 27 il erməni işğalından sonra artıq Zəngilan vətənə qaytardı. Şanlı ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi işğalçılardan azad etmişdir və beləliklə 27 illik işğala son qoyuldu. Xalqımız bu işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər bu torpaqların azad edilməsi eşqi ilə yaşamışlar və ölümə gedən də məhz onlar oldu. Xalqımız bu müqəddəs zəfər gününü gözləyirdi. Və bütün çətinliklərə baxmayaraq, bütün əziyyətlərə baxmayaraq bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək. Zəngilan ölkə üzrə çox böyle müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir.